Hər kəsi salamlayıram əziz dostlar, dəyərli izləyicilər. Bu günlərim sizinlə bərabər 14 iyun tarixində keçirilmiş OTK suallarının izahına bir yerdə baxacağıq. Mən bu sınağa baxanda diqqət elədiyim əsas məsələ ondan ibarət oldu ki, lüğət sualları həqiqətən çoxluq təşkil edir və siz gəlin yüksək bal toplamaq istəyirsinizsə, mütləq şəkildə lüğətə fokuslanmalısınız. Demək, birinci suala baxırıq. Definition sualdır və mən bu sınağa yenə baxanda fikir verdim ki, bizim hazırladığımız sınaqlar tam DIM modelindədir. Həm sual sayı, həm sual çoxluğu və s. Disturb, interact, quiet. Deməli yoldaşlar, ilk öncə disturb sözündən başlayaq. Disturb nə deməkdir? Narahat etmək deməkdir. Onun üçün birə nə olacaq? Birə B variantı olacaq. Interact qarşılıqlı, əlaqə qarşılıqlı deməkdir. 2 olacaq C variantı. Quiet bələdçilik deməkdir. 3 olacaq A variantı. Deməli bizim doğru variantımız olacaq ümumilikdə 1-ə B variantı. İkinci suala baxırıq suallar. Baxın, choose the correct sentence sualları 2 sual ola bilər. 1. Mübtəda və xəbərin uzlaşması. İkincisi isə yoldaşlar, complex object. İndi baxırıq. Violence deməli sözünü varsa sözündən əvvələ baxırıq. İndi biz bunu hər iki mübtəda xəbər uzlaşması kimi dəyərləndiririk bu sualı. War games encourage. Encourage cəmdədir. Deməli 1 olmaz. Violence tək idi. Encourages olmalı idi. Ona görə 1 səhv olacaq. They are great news. Biz bilirik ki, zeri zera özündən sonra gələn ilk sözlə news sözü təkdədir. Burada is olmalı idi. Entering, playing. Yoldaşlar, entering və playing biz bilirik ki, cerunda olanda uzlaşma olacaq tək xəbərlə. Mükəmməl qəşəng sualdır. Həqiqətən çox bəyəndim. Has düzdür. Makes düzdür. Çox uşaq burada and görür. Burada makes yazmır. Diqqət yetirmək lazımdır. Doğru cavab olacaq B variantı. Hal-hazırda 2 suala baxırıq. 2 sualda çox yaxşı hazırlanmış suallar idi. Baxaq 3 adi topluda həmişə gördüyümüz suallar çərçivəsindədir. Should-la to işlənməz. Aha, bizcə bunu bilirik. Deyir ki, məktəbin yanıdır. Ona görə biz maşını yavaş sürməliyik. İlk öncə bilməliyik ki, you-dan sonra you has-lə yox, have-lə uzlaşar. Onun üçün D variantı səhvdir. Və həmişə dimdə də əslində baxırıq bu inkardır, təsdiq olan variant götürək. Amma siz təbii ki, bu son variantda da birinci tərcümə eləməlisiniz, ondan sonra baxmalısınız. Aha. Göstəriciləri bildiyimiz halda 4-cü suala çox rahat olacaq. Şualar very. Biz bilirik ki, very'dən sonra nə gəlir? Adi dərəcə. Hələ testlərə keçmirəm. İkincidə də var match. Matchdan sonra isə nə gəlir? Müqayisə. Artıq mən 2 məsələni bildiyimə görə çox rahat şəkildə bu testi işləyəcəm. Aha, more tasty. A variantı səhvdir. More səhvdir. Tastier səhvdir. Deməli görürsünüz çox rahat şəkildə birinci tərəfin adi olduğunu baxıb görürəm və 3 varianta çıxıram. Aha, ikinci tərəfdə müqayisə axtaracağam. Burada most var. Yanlışdır. Cavab olacaq B variantı. Yəni çox sadə, çox rahat bir sual idi. 5-ə baxırıq. Participate ilə işlənir. Bilirik. Construction
Şəhərin məscidi. Onun üçün bura of. Və in the city center olacaq. Cavab oldu B variantı. Demək 6-ya baxacağıq indi. Deyir, situasiyanın və yaxud da hərəkətin nəticəsi. Nə olacaq? Burada gəlin bütün variantlara baxaq. Deməli, passion istek deməkdir. Intention niyyət deməkdir. Claim iddia deməkdir. Proof sübut deməkdir. Consequence nəticə olacaq. Cavab olacaq B variantı. Gördüyünüz kimi biz hal-hazırda 2 dənə lüğət sualı işlədik artıq. Qalanlarda qrammatikadır. Yəni, onu demək istəyirəm ki, dərslərdə qrammatikanı bilmək o demək deyil ki, siz ingilis dilindən 100 yazacaqsınız. Heç yəni 13 qrammatikanı 13-ün belə düz yazmaya bilərsiniz. Demək, bu sual çox mükəmməl bir sualdır və bircə tərəflə bu sualı mən tapardım. Baxın, hələ qoyuram bu birinci tərəfi, bu birinci cümlə, bu ikinci cümlə. İkinci cümləyəcə fikir versək cavabı tapırıq. Give a break. Necə cümlədir? Əmr. Əmr cümlələrində biz nə demişik bu qayıdış əvəzliklərində? Yourself və yaxud da yourselves. Aha, harada var yourself? Tardı. Cavabın olacaq Y variantı. Çox bəsit, çox sadə. Sadəcə bu məsələni bilsəydik, tapardıq. Aha, 8-ə baxırıq. 8 görək. Zaman sualıdır. Zaman sualları hər zaman çox gözəl olur. Last year. Bilirik ki, bu keçmiş nədir? Sadə. Elə hər iki tərəfə də keçmiş sadə qoyacaq. Çox sadə şəkildə verilib. Moved burada bitmiş zamanda olmaz. Burada indiki, daha doğrusu burada davam edici zamandır. Burada bitmiş zamanlardır. Burada da bitmişdir, gələcəkdir. Cavab olacaq Y variantı. Aha, 8. Uşaqlar, bitmiş zaman görəndə və bunu məhcul növbədə çevirəndə sən been, has been, have been, yəni bunları axtarmalısan. Çünki to be'nin bitmiş zamanda been'ə çevriləcək. Aha. Sizə problems keçməlidir qabağa. Keçir, çox gözəl. Word çıxdı burada, had çıxdı burada. Problem sözü cəmdədir, has da çıxdı burada. Burada isə heç been yoxdur. A variantı yanlışdır, doğru cavab olacaq B variantı. Ona baxıram. Baxaq. Deforestation is birləşmədir. Biz birləşmələrə demişik, nə qoyuruq? Və yaxud da an artiklı qoyacaq. Ciddi problemdir. A serious problem. Play. Play sözü oynamaq mənasında falan filan. Burada belə bir şey yoxdur. Yenə important role birləşmədir. An important role olacaq. O da Y variantı. Aha, bu gəldi bizim üçüncü bizim lüğət sualımıza. Aha. To reject imtina vermək deməkdir də, bilirik yəqin ki. Accept qəbul etmək. Aha. Bunu götürdük. Biri götürdük. Rely on etibar eləmək deməkdir. Count on da güvənmək deməkdir. Bunlar sinonimdir. 2 səhvdir. Criticize tənqid etməkdir. Praise tərifləməkdir. 3-ü götürək. Reduce azaltmaq, increase artırmaq. 4-ü də götürürük.
Amaze, heyrətləndirmək, surprise, təəccübləndirmək. Doğru cavab olacaq 1, 3 və 4. D. Üçüncü sualımız idi ha bu da. Ha burada yenə have görürük biz, yəni cəm xəbər. The number of-dan sonra tək xəbər olacaq. A number of-dan sonra cəm xəbər olacaq. A lot of-dan sonra görə ismə uyğun olaraq qoyacağıq. Many cəm xəbər. Each of tək xəbər olacaq. Yəni burada cəmdirsə 1, 4 əslində götürürük. Number of-dan sonra people sözdə cəmdə olduğuna görə 2-ni də bura əlavə edəcəyik. 1, 2, 4, 12-yə Y variantı. Daha doğrusu yox. 3, 1, 3 və 4-ü götürəcəyik. O da D variantı olacaq. A lot of elə bildim 3-dədir. Aha. Çox gözəl bir sual, əzbərlənməli bir sual. Agree özündən sonra infinitiv tələb eləyir, yəni to tələb eləyəcək. Cavab olacaq A variantı. Qayala, yəni bu etika suallarının açığı bəyəndim, qrammatika suallarını. Sadəcə, məsələn, ikinci sual qəşəng idi, amma yəni 12-ci sualın da yerinə yeni mövzulardan bir məsələni salmaq məncə olardı. Amma belə ümumilikdə rahat suallar da var idi, bəzi düşündürücü suallar da var idi, bəzi əzbər tələb edən suallar da var idi. Görürük bir sual, sonra ikinci sual və üçüncü sualda, üç sualda lüğətə yer verilmişdir. Heç nə yoldaşlar, gəlin mətnlərimizə baxaq. Hətta essəyə də baxacağıq inşallah. Baxaq bu məsələlərə. Deyir, exercise is important to both physical and mental health. But many people don't give enough deməli. Deyir, idman, exercise'in burada daha çox idman mənasında verib. Tapşırıq olsun. But many people don't give enough attention in their lives. They often say they are too busy or too tired to exercise, but even small activities can bring positive results. Deyir, idman çox həm fiziki sağlamlıq üçün, həm zehni sağlamlıq üçün çox vacibdir. Lakin bir çox insan gündəlik həyatlarında kifayət qədər diqqət yetirmirlər. Onlar tez-tez idman etmək üçün çox məşğul və ya da çox yorğun olurlar. Amma belə kiçik aktivitelərə, fəaliyyətlər müsbət nəticələr verə bilər. Regular exercise helps to keep bodies strong and fit. It improves heart healthy, strengthens muscles and helps control weight. For example, walking for 30 minutes every day can improve oral health. People do not need to go to gym and stay active. Deyir, əgər mütəmadi qayda ilə sən idman eləsən, bədənlərini həm güclü formada saxlayacaqsan, həm formada olmağına kömək eləyəcək. Bu, ürək sağlamlığını yaxşılaşdırır, əzələləri gücləndirir, çəkini idarə etməyə kömək eləyir. Deyir, məsələn, 30 dəqiqə gəzmək ümumi sağlamlığı yaxşılaşdıra bilər. Bunun üçün də insanların aktiv qalmağı üçün idman salonuna getməyinə, yəni cimə getməyinə ehtiyac yoxdur. Exercises also strong effect in mental health. It reduces stress and helps people feel more relaxed. When people exercise, their bodies produce chemical and that make them feel happier. This is many people feel better after doing sports. Deyir, idman həmçinin insan mental, yəni zehni sağlamlığı da gücləndirir. Deyir, o stressi azaldır və insanlara özünü rahat hiss etməsinə kömək eləyir. Deyir, nə vaxt idman eləyirsənsə, sənin məsələn, bədənin özünü xoşbəxt etmək üçün maddələr ifraz eləyir, yəni istehsal eləyir və çox insan idmandan sonra özlərini xoşbəxt hissə eləyirlər. Another benefit of exercises is better sleep. People who are active during the day usually sleep more deeply at night.
Good sleep helps improve focus and energy levels. Deyir başqa bir faydası odur ki, idman daha yaxşı yatmaqdır. İnsanlar gündüz aktiv olan insanlar gecə daha dərin yatırlar. Və yaxşı yatmaq diqqəti və enerji səviyyəsinin artırmağına, inkişafına kömək edir. In conclusion, exercise not only about physical strength but also an emotional well-being. Everyone should try to include some form physical activity in their daily routine for healthier of happier life overall. Deyir ki, nəticə olaraq idman yalnız fiziki gücü deyil, həm də emosional rifaha bağlıdır. Hər kəs ümumilikdə sağlam və xoşbəxt həyat üçün gündəlik həyatına müəyyən fiziki fəaliyyət üçün çalışmalıdırlar. İndi suallarımıza keçək. Maraqlı mətn idi. Deyir ki, düzgün cavabı seç. What helps people feel? Deyir, nə insanları sağlam qalmağa kömək eləyir? Deməli, A variantında deyir ki, walking, nə deyir? Walking rarely, yox. Nadir hallarda gəzmək və yaxud da az yatmaq, yox, çox yatmaq lazımdır. Çox yatmaq yox, normal yatmaq lazımdır. Being too stressed. Stressdə olmaq, bu da olmaz. Less attention, paying less attention, az vaxt ayırmaq, az diqqət ayırmaq, bu da olmaz. Excluding all physical, bir yerdə all varsa, olar mı cavab? Olmaz. Cavab olacaq C variantı. Exercise indi gündəlik idman. Biz nə etməliyik? Makes people healthy and strong. Bəli. İnsanı sağlam və güclü edir. D variantı. Mətn nə haqqındaydı? Mətn belə indi belə deyə bilərik. Benefit of exercises. Məsələn, belə deyə bilərik. Negativ resultdan danışmırdıq ümumiyyətlə. Importance of exercising, bəli, bu da normal olar. Yəni, idmanın önəmi. C variantı. Keçək true or false-a. Exercising really prevent physical strength and emotional well-being. Bu cümlə yazılmışdı, true'dur bu. Bir də saniyə. Prevent qarşısını alır. False. Chemical that bodies create make delighted. Bu true'dur. Even people start with small action, they can good results. Bəli, bu da true olacaq. People must go gym. Yox, getməklərinə, yəni getməli deyirlər. Olacaq false, true, true, false. Yəni B, A, B. Bu şəkildə olacaq. Prevent. Mən diqqət eləməmişəm ona. Heç olmaz. İndi keçək. Füzuli International Airport is most important modern examples reconstruction of Karabağ. Deyir, Füzuli beynəlxalq aeroportu çox vacib müasir nümunədir Qarabağ üçün. It is located Füzuli district built connect region with other parts of Azerbaijan and world. Deyir, o Füzulidə yerləşir və o digər regionlarla və dünya ilə Azərbaycanın əlaqəsi üçün tikilib. The airport symbolizes development, reconstruction and hope after many years conflict.
Deyir onun tikilməyi simvolizə edir inkişafı və hop after yenidən qurmanı və ümidi, illər sonra olan ümidi simvolizə edir. Aha. The airport modern design and large terminal, it can accept different types of aircraft. It has safe runways. Inside the terminal, they are not comfortable. They are comfortable waiting areas. Customer service are longest while parking space are available outside. Deyir, hava limanı müasir dizayna böyük terminala malikdir, müxtəlif növ təyyarələri qəbul edə bilir, təhlükəsiz uçuş enmə zolaqlarına malikdir. Deyir, terminalın içərisində rahat gözləmə zonaları, gömrük xidmətləri, salonlar və hava limanının xaricində isə dayanacaq yerləri mövcuddur. Həmçinin də təhlükəsizlik. Modern technology is used to enjoy safety and smooth airport operations. These features meet international travel standards and make journey easier for passengers. Deyir ki, təhlükəsizlik və rahatlığı təmin etmək üçün müasir texnologiyalardan istifadə olunur. Bu xüsusiyyətlər beynəlxalq səyahətlər standartlarına cavab verir, sərnişinlər üçün səyahəti asanlaşdırır. Füzuli International Airport is not only a place of transportation, but also plays important role it also plays important role in the economic development of the region, and the airport supports business, tourism and trade by making travel faster and more convenient. It also attracts investors that helps create new jobs. The airport is a strong symbol of hope. It proves a regions damaged by war can be rebuilt with modern. It also helps people visiting historical and cultural places. Today, Füzuli International Airport represents progress, strength and bright future for Qarabağ. Bəlkə hop sözünü necə unutdum. Aha, indi baxaq. Davam edək ki, hardan tərcümə eləməliydik. Not only place tərəfdən baxaq tərcümə edək. Deyir, Füzuli beynəlxalq hava limanı təkcə nəqliyyat üçün deyil, həm də regionun iqtisadi inkişafında böyük rol oynayır. Hava limanı səyahələri daha sürətlə, rahat etməklə biznesi, turizmi, ticarəti dəstəkləyir, həmçinin investorları cəlb edir və yeni iş yerlərinin yaradılmasına kömək edir. Hava limanı ümidin, gücün, güclü simvoldur. Bu, müharibədə zərər çəkmiş bölgələrin müasir infrastrukturla yenidən qurulacağı sübut edir. Bu, həmçinin insanların tarixi və mədəni yerləri ziyarət etməsinə kömək edir. Bu gün beynəlxalq hava limanı Qarabağın tərəqqisi, gücünün parlaq gələcəyini təmsil edir. Aha. Qardaş, Füzuli aeroportundan danışır. Deyir, places of interest, maraqlı, Füzulidə olan maraqlı yerlər olmaz. Modern aeroport, daha doğrusu Qarabağda olan müasir aeroport cavab olacaq A variantı, yəni rahat, gözəl, məntiqli, tam din formatında olan bir sual idi. Aha, keçirik 19-cu suala. Bizdən doğru variantı istəyir. Deyir, Füzuli hava limanı yalnız insanları only sözünü yaz görək. Only sözünü görəndə A variantını tulluyuruq. Füzuli Airport links region, different regions. Həm deyir, dünya iləndir, həm də regionlarla münasibət, yəni connection, əlaqə qurur. Düzdür. Aha, keçik 20-ci suala. Füzuli Airport draws business people to region. İş adamlarını bölgəyə cəlb edir, investor dedi cəlb edir, bir düzdür. Helps ikincisi də odur ki, həqiqətən o yeni iş yerləri yaradır. Bunu da dedik, cavab olacaq D variantı. 21-ci suala diqqət yetirək. Modern technology helps maintain safety the airport. The airport improves. Aha. Deyir ki, indi baxaq görək burada məsələlər nədir? Elə oxuyub getməyək. Modern technology, bəli, təhlükəsizlik təmin etmək üçün müasir texnologiyalar var. Bu true, düzdür bu. Deyir, improve transport between dünya və regionlar arasında transportation, yəni
Nəqliyyat təmin edir. Bu da true'dur. There are no parking facilities. There yoxdur parking. False səhvdir. Despite its safe sunrise runways, it cannot receive different types aircraft. Burada deyir different var idi. Onun üçün bu da false olacaq. Yəni cavab olacaq A, B, B kimi olacaq. Uşaqlar gəlin listening suallarına da baxaq. Düzdür, listening burada YouTube'da da, amma mən sizə indi göstərəcəm şeyi. Listening mətnini bircə saniyə səhifəni bölə bilsəm. Deməli yoldaşlar. Aha, çox ideal şəkildə indi sizə göstərirəm. Deyir Frida Kahlo. Deməli Frida Kahlo haqqında danışırıq. Gəlin mətnimizə ilk öncə baxaq. Baxın yoldaşlar. Frida Kahlo. Okay. Biz bildik. Məsələn, ikinci tərəfə biz diqqət yetirəndə nə olacaq? Görürsən, burada Frida Kahlo deyir. Burada Frida Kahlo deyir. Deməli biz 22-ci sualda Frida Kahlo'nun hələ tanımıram ha. Bir necə deyək? Definition'ı tapmalıyıq. Əslində burada B gedir, D gedir, Y gedir. Burada qalırsan aynen C variantlar arasında. Burada da artist, painter sözləri cəmdə olduğuna görə cavab məncə C variantı olacaq. Yəni ilk öncə buna bir fikir versək, yəni dinləməmişdə biz bu sualı tapa bilərik. 22-ci sualı. İndi nəysə, gəlin keçək biz tərcüməmizə, amma yəni dinləməmişdə məsələn bu sualı tapa bilərik. Yaxşı. Demək, Frida Kahlo was Mexican painter known her striking and colorful self-portraits. Deyir Frida Kahlo diqqət çəkən və rəngarəng avtoportretləri ilə tanınan Meksikalı rəssam idi. She was born in 1907 in Mexico City. As a child, Frida had many health problems. At age of 18, she was a serious bus accident that caused her pain for the rest of her life. Deməli, o 1907-ci ildə Mexico şəhərində anadan olub. Uşaqkən Frida'nın bir çox sağlamlıq problemləri var idi. 18 yaşında ciddi avtobus qəzasına düşmüş və qəza onun ömrünün sonuna qədər ağrılar yaşatmışdır. While recovering in bed, Frida began to paint. She used mirror above her bed and to paint her face and body. Her paintings show her feelings, pain, culture, and strength. She often painted herself with traditional Mexican clothes and symbols. Deyir, yataqda sağlarkən Frida rəsm çəkməyə başladı. Üzünü və bədənini çəkmək üçün yatağının üstündəki güzgüdən istifadə edirdi. Rəsmləri onun hisslərini, ağrısını, mədəniyyətini və gücünü göstərirdi. O tez-tez özünü ənənəvi Meksika geyimləri ilə, simvolları ilə çəkirdi. Frida's art was different. It was emotional and personal, full meaning many people didn't understand it at first, but now she's considered one of the most important artists of the 20th century. Frida'nın sənəti fərqli idi. O emosional, şəxsi və mənalı idi. Əvvəlcə bir çox insan onu başa düşmürdü, lakin 20-ci əsrin vacib sənətçilərindən biri hesab olunurdu. Frida said, "I paint myself. I am so often alone because I am the subject I know best. Today, people around the world admire her work, her strength. Frida Kahlo is not only an artist but a symbol of courage and honesty. Her life shows how art can express even the deepest pain." Deyir Frida dedi, mən özümü çəkirəm, çünki çox vaxt təkəm, ən yaxşı tanıdığım mövzu mənəm. Bu gün dünyanın hər yerində insanlar onun işinə, gücünə heyran qalır. Frida Kahlo təkcə rəssam deyil, həm cəsarət və dürüstlük simvoludur. Onun həyatı sənətin ən dərin ağrını belə necə ifadə edəcəyini göstərir.
Deməli, yenə 22-ci suala doğru cavab verdik. Cavab C variantı oldu. 23-cü sual deyir, nəyə görə o özünü çəkirdi, yəni özünü çəkməyə başladı. Because she wanted pictures like other artists. A variantı qəti şəkildə səhvdir. Çünki niyə? O başqalarına oxşar çəkmək istəmirdi. Because deyir, o istəyirdi ki, Meksikan simvollarından, amma yəni bu özünü çəkməyində bir əsas deyildi. Çünki deyir, o çox ağrı hiss eləyirdi. Amma bu da yenə özünü çəkmək üçün bir əsas deyildi. Because many had, bu da problemlərin olmağı da o deyildi. O tək idi və ən yaxşı özünü tanıyırdı. Cavab olacaq 23-də B. Deyir, Frida Kahlo use mirror above her bed. 24-cü sualdayıq biz. Deyir, o üzünü və bədənini çəkmək üçün cavab olacaq 24-də D variantı. Deməli, yoldaşlar, sonuncu sualdayıq. 25-ci sualda. Frida Kahlo began painting while recovering in bed. Bu true olacaq. Deyir, Frida style different. Deyir, başqalarından fərqlənirdi. Düzdür. Deyir, o çox güclü qız idi uşaqlığında. Bunu düz götürə bilənlər də var, amma xeyr, çünki ağrıları var idi, problemləri var idi. Frida Kahlo 21-ci yox, 22-ci əsr false. Burada yəqin ki A, B və B olacaq. Yoldaşlar, güman eləyirəm ki, bu sınaq izahı sizə müəyyən qədər dəstək olar. Hər birinizə uğurlar arzu edirəm. Sağ olun, salamat qalın.